mən bilirəm, çoxları da bilir ki, Ailə Ziyadxanlı hansı müğənnilərlə hal-hazırda küslüdür və bir vaxtlar bu müğənni Ailə Ziyadxanlı ilə bir ortama gəlmir, hələ də gəlməyəcək və Kimi deyirsən, baxım. bildirir ki, Baxın. bu özü də mənə mesaj yazdı ki, İnşallah 4-cü... Heç o mənim üçün heç kimdir. Ay Allah, sən Allah onun adını çəkmə. O kimdir ki, mən onu reklam verim? Həftənin 4-cü günü o heç kim halda. dediyi o müğənni açıqlama verəcək, görüm hələ. Mənim haqqımda. Mən səndən çox-çox xahiş edirəm. Mən sənin o biri kanalda olanda da bir kəlmə demişdim. Sənə çox böyük hörmətim var, dəyərlimsən, əzizimsən. Amma kimin adından mənim adımı bir çəkirsən, çək. Bir tek o xanımla mənim adımı bir araya gətirmə. Və o söhbət bu səhnədə açılsa, mən sizi məhkəməyə verəcəm. Bax, bunu deyirəm. Əgər mənim haqqımda o xanımla burada, bu studiyada söz açılsa, mən